Xanım, camaata pulunu niyə vermirsən? Aşkından dönəm mən sən. Camaata pulunu niyə vermirsən? Camaata pulunu niyə vermirsən? Vermir da, vermir. Nə ver? Yox, sən camaata sən piyansan, içmisən sən. Sən camaata pulunu niyə vermirsən ha? Benimle danışıyorum falan. Yox, taksisin pulunu niyə vermirsən? Hacı, Niyə taksi şovun pulunu vermirsən? bilmirəm ki. Adım Məmmədov Rəşad Əloğlu. Bakıdan mindirmişəm. Bana dedi 100 manat pul verəcəm, Şəmkirə kimi sür səni. Yolda da qayıt ki pulum yoxdur, zapravkaya girdim, çıxdım zapravka eləyəm. Dedi, ana telefonun, pasportun qalsın səndə. Gedək orada satım, sənin verəcəm pulumu. Mən də sənədini qaytardı, dedi, verginə baxın bir şey var, onu götürəcəm. O üçün qaytardım, sənədlərini verdim, telefon durur məndə. İndi başlayır şüənlik salmağa, bana söyüş söyməyə, qışqırmağa ki, mən səni tutturacağım, sən mənim telefonumu naql əlimdən alıbsan, mənim pulumu da vermək istəmir, özüm də təhqir edir.